Salam əziz şagirdlər. Deməli, 15 noyabr 2025-ci il tarixində 10-cu 11-ci siniflər üçün keçdiyim sınaq 10-un izahını sizə təqdim etmək istəyirəm. Sualların əksəriyyəti asan da olub, amma çətin tipli suallar da olub. Vaxt itirmədən sualın izahına keçək. Deməli, birinci sualın izahı olacaq 2/5-də 1 bölünsün 1/2-də 1. Yəni, birinci düzgün olma hissəsini ifadə edəcəm. 2 5-im 13-ə 1 gələndə 11 bölünsün 1/9-a 2 yazaram bunu. 1/9-a 2. Bunu da 9-a 2 çıxılsın 5-də 4. Bu da olacaq uşaqlar 5-də 11 bölmə 1 9-um 9, 9-da 11 çıxılsın 5-də 4. Bu da olacaq uşaqlar təbii ki 5-də 11 olduğu kimi saxlayıram. Bu da necə 11-də 5 çıxılsın 5-də 4 və 5-lər ixtisar edir. 5 yox, 5-də 9 alınır. 5-də bu 9-dur. 11-dən 11 ixtisar edir. 1 alınır. Qalır 5-də 9 çıxılsın 5-də 4. Bu da olacaq 5-də 9-dan 4 çıxanda 5 alınırsa 5-də 5-in də qiyməti 1 deməkdir. Cavab 1 olacaq. Yadda saxlayın ki, uşaqlar. Baxın, daxilə çəkilmiş bucaq 30-dursa, mərkəzi bucaq 60 olacaq. Mərkəzi bucaq 60 olacaq, 12 qat. Yeni gələn şagirdimdir deyə bunu təbii ki, səhv edə bilər. Kök altında 26-nin tam hissəsi A neçə olacaq? 5. Ondan sonra baxaq. Deməli, kök altında 15 ədədinin isə tam hissəsinin B ilə işarət etsək, bu da 3-dür, B 3-dür. Deyib A üssü B, yəni 5 üssü 3. Deyib sağda vurulan sayını tapın, elə 3-dən olacaq. Cavab D-bəndir. Deyib tənliyin köklərinin cəmini tapın. X tənliyi bərabərdir, bir dənə 5, bir dəfə də -5. Həmişə modul tənliyi belə götürmək lazımdır. Cəmi də deyəndə 5-dən -5 toplayacam. Eləyəcək 5-dən -5 toplayanda 0. Uşaqlar alt-alta yazsam lap bunu. Belə də işləyib, qız işləyib. AB 7 çıxsın AB. B-dən neçə çıxanda 3 alınır, 4 çıxanda. B 4 imiş. Bunu yazıram 4. 4-dən neçə çıxanda 3 alınır, 1 çıxanda. Deməli, deyib A-dan B-nin cəmini tapın. 4-dən də 1-in cəmi 5 eləyəcək. Kəsir kəsirə böləndə uşaqlar birinci kəsir olduğu kimi qalacaq. Deməli, x n vurma x-in kvadratında m. Deməli, x-in kvadratı bu da x1, x qalacaq. M bölünsün nx. Cavab A bəndi. Perimetr 16-dırsa, kvadratın perimetri 4 adını tapılır, bərabərdir 16-ya. A bərabərdir 16-nı 4-ə bölən 4 olacaq. Kvadratın diaqonalını tapmaq, tərəfi 4-dürsə, 4, bütün tərəflər 4 olacaq. Diaqonalını tapanda olacaq uşaqlar 45-45 üçbucağı deyil bu. Diaqonal olacaq A, bu kvadratın diaqonalı 10 tən böləndə 45-45 böləcək. 45-45, bu da 45. 45-45 dərəcədə bucaq qarşısında dayanan 4-dürsə, 90 qarşısında dayanan 4 kök altında 2 olacaq. Yəni diaqonal neçə olacaq? 4 kök altında 2. 30 dərəcə bucaq qarşısında dayanan katet x bərabərdir bunun yarısına. 3x minus 5-in yarısına. Tənasüb şəkildə açsam 2x bərabərdir 3x çıxılsın 5-ə. Mənfi x bərabərdir mənfi 5-ə. X bərabərdir müsbət 5-ə. Cavab B bəndi olacaq. Bunu uzadaram. Paralel xətt çəkərəm elə. Bu 50-dir. 130-un qonşusu 50-dir. M qaydasına görə x bərabərdir. 100-dən çıxacam 50-ni. X olacaq 50 dərəcə. Suallar sadədir uşaqlar. Birinci səhifəsi sadədir. Keçək növbəti səhifələrə. A ədədin deyib ki, ədəd oxunulan 6 vahid məsafə, yox, 6 ədədin 3 vahid məsafədə yerləşədirlər deyəndə 6 plus 3, yəni olacaq bu 9. 3 vahid solda yerləşən ədəd deyəndə isə 6-dan 3-ü çıxacam. Bu deyilsə 3. Məsafədə yerləşən ədədlər 3 və 9-dur. Bunların hasılı deyib 27 olacaq. Kök altında müxtəsər vurma düsturu kimi açsa, bir dəfə yazsam 15 çıxılsın 10, bir dəfə yazsam 15 plus 10.
plus 10 bölünsün 20-yə. Bu da təbii ki, uşaqlar olacaq kök altında. Kök altında olacaq. Deməli, bu 15-dən 10 çıxanda 5 olacaq. Deməli, 5 vurma 25 bölünsün 20. Bundan da bu ixtisar getdi. 5, 4 alınacaq. Bu da olacaq kök altında 4-də 25. 4-də 25 də 2-də 5 deməkdir. 5-də 2-yə böləndə 2,5. Y bəndi. Cavab Y bəndi olacaq. Kvadratın qarşı, düzbucağın qarşı tərəfləri eyni olmalıdır uşaqlar. O baxımdan da x-in kvadratı minus 12 bərabərdir x-a. Tənlik etsin bu isə x-in kvadratı minus x minus 12 bərabərdir 0-a. Diskriminantı da bu köklərdə tapa bilərəm və ya x minus 4 x plus 3-ün açılışıdır bu. Bərabərdir 0-a. Hər tərəf, hər birini 0-a bərabər eləsəm, x plus 3 də bərabərdir 0-a. X onda olacaq 4, x olacaq bunda mənfi 3. Həndəsədə mənfi anlayışı olmaz deyə 4 olacaq. X neçəymiş? 4 imiş. Bu 4 idi, bu da 4 olacaq da. 16-dan 12 çıxanda 4 alınacaq. Bu da 7 alınacaq. Bu da 7-dir. Perimetrini tapanda isə P bərabərdir 2 vurma 4 plus 7. O da olacaq 2 vurma 4-dən 7-ni toplayanda 11. Bu da 22. Cavab D bəndi. Toxunanın kvadratı uşaqlar 2 kök altında 7-nin kvadratı bərabərdir x vurma x plus 3-ə. X-in kvadratı plus 3x. Bu da elə 4 vurma 7 28. Uşaqlar x belə şifayə tapa bilərsiniz ki 4-dür və ya bu 28 atıb bu isə kvadrat tənlikdən işləyə bilərsiniz. Uşaqlar bu da sadə sualdır. Ədədinin tam hissəsini tapın. Ədədinin tam hissəsini tapmaq, tam hissə uşaqlar 26-dan kök altından neçə çıxır? 5 çıxır. Deməli 26,8-dən də kökdən elə 5 tam nə qədər çıxacaq? Yəni mənə tam hissə lazım deyə cavab 5 olacaq. 20 ədədindən kiçik sadə ədədlərdən ən böyüyü ilə. Deməli 20 ədədindən kiçik sadə ədədlərdən ən böyük hansıdır? 19. Ən böyük 19. Yəni düz 17 də var, 13 də var, 11 də var, amma ən böyük 19. 45-in natural bölünən sayı. 45-i sadə bölünən şəkildə yazsam 3-ün kvadratı vurma 5. Nıbısını tapanda üstünə 1 var, çox halsını tapıram. 3 vurma 2 eləyəcək 6. 19 plus 6. Natural bölünən sayı 6 tapdım. 45. Bunda isə sadə bölünəsi 19. 19-un 6 toplayacam. Cavab 25 olacaq. Təşkillərdən neçə cür doğrudur? Deməli, cəmi son rəqəmdir. Baxaq, 515-in son rəqəmi 5-dir. Yəni, 500 hissənin ədədinin son rəqəmi belədir. 212-ni 13-ü 4-dən belə təşkilandığı üçün. Bu deyilir 2. Yəni, qalırsa o 2. 5-dən 2-ni toplayanda 7 eləməlidir. Deyib ki, 3-dür. Səhv deyib də. Deyib neçəsi doğrudur. Doğru olanların üstünə, yanlış olanların üstünə xətt çəkirəm ki, doğru olanlar silin. Kvadratın diaqonalları bərabərdir. Bu düzdür. Bəli, 2 düzdür. Kvadratın diaqonalları perimetrlərdir. Bəli, bu da düzdür. Silib, amma düzdür. Bərabər tərəfli üçbucağın medianı, uşaqlar, median da hündürlükdür. A kök altında 3 bölünsün 2 düsturundan tapılır. Bunu da sildim. Yanlışdır yəni. Açıq bucaq 180 dərəcədir. Bu da doğrudur. Diametrə sökülən bucaq 180 dərəcə deyil, 90 dərəcədir. Bunu da sildim. Natural ədədlərin cəmi həmişə natural ədəd olmaya bilər. Həmişə naturaldır. Bu yanlışdır. A-nın kvadratı plus B-nin kvadratı nasıl iş deyil? Bu minus olmalıdır. Yəni, bu da sildim. Bu, bax, bu əslində bundan çıxır. Baxaq elə bir dənə. Hə. Deyib, bunun kəsr hissəsi düz uşaqlar. Bunun kəsr hissəsi bunu artırdım. Bu da bunun tamı 11-dir axı. Tamı 11-dir. 11 çıxılsın kök altında 112 olmalıdır. Bu da doğrudur. Tərəfləri 6, 8, 10, düzbucağın diaqonalı 10-dur. Bu da doğrudur. Deməli, neçə olacaq uşaqlar? 1, 2, 3, 4, 5 dənə. Cavab 5 olacaq. 5-i. İnşallah bir kub düsturunla da aça bilərsiniz və ya kubları tapıb işlədə bilərsiniz. Yəni, hansı sizin münasibdirsə. Sevimimizə 217 alınacaq bu. İndi gəlin, belə açaq. Bir dəfə 13 çıxılsın 3 kimi yazıram. Bir dəfə yazıram 13-ün kvadratı plus 13 vurma 3 plus 3-ün kvadratı. Bölünsün 10-a. İndi bunlar getdi. 13-ün kvadratı eləyəcək. Deməli, 169. 169 plus 13 vuranda 39 plus 9. Bu eləyəcək 217.
Uşaqlar, a kvadratı plus b kvadratın belə bir açılışı var. A plus b-nin kvadratı çıxılsın 2ab. A plus b-nin 8-in kvadratı 64 çıxılsın 3 vurma 2 elədi 64-dən 6 çıxanda 58. 1 tam 4-də 1 çıxılsın 15-də. 1 tam 4-də 1-i yazıram. 4-də 1-in kvadratı o deməkdir ki, yəni bu yazıb, uşaq yazıb 4-də 5-in kvadratı vurma 15-də 4 üstəgəlsin 3-də 1. Bunu hamı düz yazıb deyə elə də üstünə ciddi getmirəm. Və vurub işləyəndə də cavab 4-də 3 alınacaq. Çoxdan bunu düz yazıb. Hə uşaqlar, biraz bu açıq suallarda biraz bu sual çətin tipli deyildi, amma çətin deyildi. Yəni ölümcül sual deyildi. Bax, A-nı tapanda bununla bunun hasılı A-dır. Yəni belə deyim də sizə. Deməli, bunu mən sadə rulo şəklində yazsam A-nı olacaq x minus 4 x plus 2-nin asılışıdır. Bax, deməli onda A x plus A-dırsa, A neçəymiş? 2. A-nı tapdım. Əla. İndi baxın buna. Diqqətlə baxın. B-yə baxaq. C-yə. C x-in kvadratı plus cx minus 3-dür. Baxın, x minus 1 olanda bu mütləq x minus 1-dirsə, bu x plus 3 olmalıdır ki, bu düstur, yəni açılış olsun da. Onda b neçəymiş? B-də 2-ymiş də. B-də 2. İndi c isə bunların hasilləridir. Yəni x minus deməli plus 2 a belədir. X plus 2 gətirib lap üstünə yazsam. Bu olacaq x minus 3. Ondan sonra bir də deməli mən nəyi tapmışam? A-nı, B-ni tapmışam. Bəli, A-nı tapmışam. Bəli, bir dənə C qalıb. C-ni də tapmağına var ki, heç o lazım deyil. Bu da B-nin asılışıdır. Amma C-ni tapmaq üçün bunları vurub açacağam. X kvadratı plus 2x minus 3. Bu da elə B-dir də. B yazılmayıb. C-dir C. Bu da C-dir elə. C-dir 2. Olacaq 2 vurma 2 vurma 2. O da eləcək 4, 4 yerində 8. Cavab 8 olacaq. Uşaqlar, M qaydasına görə ziqzal yoxdur burada uşaqlar. Ziqzal yazıb bəziləri. Ziqzal yoxdur. B üstə gəlinsin 30 bərabərdir 70-ə. B bərabərdir 40-a. Burada ziqzal yoxdur, yenə deyim kimi M qaydası var. Bir də burada Z qaydası var. Z qaydası. Baxın, bu bucaqların cəmi 70-ə bərabərdir. Yəni fi üstə gəlsin 30 bərabərdir 70-ə, fi üstə bərabərdir 40-a. Deməli, beta üstə gəlinsin. Beta neçədir? 40 üstə gəlinsin. Alfa bərabərdir, o da 70-ə. Çünki bu özü də bir zətdir axı. Belə bir zətdir. 70-ə, alfa da bərabərdir 30-a. Və bunları da tapanda uşaqlar 40 plus 40 plus 30, bu da desək 110. Belə uşaqlar, deməli davamına baxaq. Tənliyin böyük kökünün tam hissəsini tapın. Deməli uşaqlar, D-ni tapaq əvvəlcə 25 çıxılsın 4 vurma 1 vurma 3. 25 çıxılsın 12 eləcək 13. X1-i tapanda mənfi B bölünsün 2. Yəni mənfi 5 3-ə gəlsin kökü altında. 13 bölünsün 2. X2-ni tapanda isə mənfi 5 çıxılsın kökü altında. 13 bölünsün 2. Böyük kökü bu olacaq toplam ona. Yazırsam mənfi 5. 13-dən isə çıxır tam hissəsini deyib tap. 13-dən çıxır 3 tam nə qədər? 3 tam 12 deyək. Bölünsün 2-yə. Mənfi 5 üstəgəlsin 3 tam 12. Təxminən bu olacaq mənfi 1,8 bölünsün 2-yə. Elə də mənfi 0,9. Bu belə. Bunun tam hissəsidir uşaqlar. Mənfi 1 üstəgəlsin 0,1 şəklində yazə bilərəm də mən. Yəni tam hissəsi neçə olacaq? Tam hissəsi mənfi 1. Cavab mənfi 1 olacaq. Uşaqlar, bu sual sadə sual idi. Gəlin baxaq. 2-nin kubu, hər bir kuba yüksələcəm. A-nın kubu, B-nin kvadratının kubu. Yəni bu kub hamısına aiddir. Vurma 4-ün kvadratı, A-nın kubunun kvadratı, B-nin kvadratının kvadratı. 2-nin kubu 8, A-nın kubu 5 üssü 6, vurma 16, A üssü 6, B üssü 4, 128, A-nın üssü 9, B üssü 10. İndi deyib ki, əmsal. Əmsal nədir? Əmsal 128. Qüvvət
qüvvət 9 plus 10, 19. Cəmi 128 plus 19, bu deyiləcək 147. Bu sual maraqlı sual idi. Həqiqətən maraqlı sual idi. Siz indi zülüm çəkmişsiniz bu sualda. Amma baxsınız, indi işləyəndə inşallah baxacaqsınız ki, saniyəli bir sual idi. Şöyle bunların hər birinin təyin oblasını tapaq. 2x minus 3 böyükdür bərabərli 0-dan. Bir də 12 minus 4x böyükdür bərabərli 0-dan. 2x böyükdür, bu 6-dır. 6-dan, x da böyükdür bərabərli 3-dən. Bunu isə mənfi 4 böyükdür bərabərlik mənfi 12-dən, x kiçikdir bərabərlik mənfi müsbət 3-dən. Bax, uşaqlar, bir 3-dən böyükdür bərabərlik, bir də 3-dən kiçikdir bərabərlik. Nə ola bilər x? Yalnız 3. Gətir bu ifadəni yerinə qoyub hesablayacağım. Deməli, 2 vurma 3 çıxılsın 6. Başqa qiymət ola bilməz. Üstə gəlinsin. 12 çıxılsın. Deməli, neçə alınacaq? 4 vurma 3 plus 12 vurma 3. Bölünsün. X-in yerinə 3 qoysam 3 çıxılsın 1. Bu da olacaq, təbii ki, bu 0 elədir. Bu da 0 elədir. Niyə? 2 üçün 6, 6-dan 6 çıxan 0. 4 üçün 12 çıxanda 0. 12-ni 3-ə vuranda 36. 36-nı da 2-yə böləndə 18. Cavab 18 olacaq. Uşaqlar, çevrən təyinindən məlumdur ki, bunları bir ədəd şəkildə düzəldəcəm. Yaxınlaşdırın bunları. Tam kvadrat ayırma düsturu deyirlər ona. Üstə gəlsin 9b kvadratı plus 12b. İndi burada c yoxdur. 25c, burada çıxılsın c olmalıdır. O yoxdur. O yoxdur. Onu yəni yalnız bir dənə yaddan çıxartmışıq. Suallar tərtib olunanda yenə dediyim kimi 25c kvadratı. Bu da deməli düz mənə. O c kvadratı çıxılsın belə olmalı idi əslində. C kvadratı çıxılsın 10c olmalıdır. 10c olmalıdır. Plus 9 bərabərdir 0-a. Heç indi bu c kvadratından yaddan çıxıb, gələn dəfə belə bir sual salarıq. İnşallah özü işləyərsiniz. Bu uşaqlar deməli nəyə asılışır? Əvvəlcə 4a kvadratı minus 4a. Nəyəsə kvadrat olmaq üçün bir dənə 4 əlavə eləməliyəm. Bu birinci düzdür. Çıxılsın bir dənə 4 çıxmalıyım. Üstə gəlinsin. Deməli, yenə də bunda da nə olacaq? Baxaq elə bir dənə. Amma plus 9 yazılıb. O alınacaq mı? Baxaq. 3-də 2. Bu da 4 olsa alınacaq. Təbii ki, alınacaq. Sual yenə deyim ki, bir də 10C burada yaddan çıxıb. Yəni siz bəlkə 10C olsaydı yaza bilərdiniz, o da ola bilərdi. Yəni yaza bilməyən onsuz zaten onu da yaza bilməyəcəkdi. Çıxılsın 12B plus 12B plus bir dənə 9 yazsam, 4 yazsam. Bir dənə 4-ə çıxsam nəyəsə kvadrat olar. Çevrən təlindən məlumdur bizə. Üstə gəlinsin. Deməli 25C kvadratı çıxılsın 10C. Bir dənə üstə gəlsin 1. Bir dəfə də 1 çıxsam plus 9. Bərabərdir 0-a. Bu uşaqlar 2A minus 1-in kənarda kvadratıdır. Üstə gəlsin. Bu 4-ü saxlaram da, bunları saxlaram. Onsuz mənfi 4, 4 çıxanda mənfi 8, 1 də çıxanda mənfi 9. Bunlar hamısı gedəcək islah. İndi olacaq 3B plus 2-nin kənardan kvadratı. Bu da olacaq. Deməli 5C minus 1-in kənardan kvadratı bərabərdir 0-a. Bundan hər birini 0 götürəcəndə belə tiplərdə 2A minus 1 bərabərdir 0-a. 3B plus 2 bərabərdir 0-a. 5C minus 1 bərabərdir 0-a. 2A bərabərdir 1-ə. A-nı da tapanda 1 bölünsün 2. 3B plus 2 bərabərdir 0-a. 3B bərabərdir mənfi 2-yə. B deyiləcək mənfi 2 bölünsün 3-ə. C də 5C 1-dirsə, C də bərabərdir 5-də 1. 2-də 1, vurma 3-də 2, vurma 5-də 1. 2-də ixtisar getdi. Bu mənfi 3-də 2 idi, üzə mənfi də gətir qabağa. O deyiləcək mənfi 15-də 1. Cavab bu şəkildir. Bir də uşaqlar, sonları bir çətin idi. Boyunma alıram.
Suallar yəni 10-cu sınaqda, 5-ci sınaq idi, özləri çətin idi. Yavaş-yavaş çətin suallara alışmalıyıq. Xahiş edirəm hamınız ciddi şəkildə yanaşsın. Sağ olun, salamat qalın.